Size bir söz deyim. Azərbaycanla yarışmaq artıq çox çətinləşib. Siz də mənə səs verin ki, mən də sizi aparıb bir yerə çıxarda bilim. Neçə illərdir Koçaryandı, Sarkisyandı, ondan sonra digərləridir. Bunların əlindən inkişaf edə bilməmişik. Amma İlham Əliyev Azərbaycanı necə inkişaf elətdirir, gələcəyin layihələrini qurur. Şəxsən mən dünyada İlham Əliyevdən böyük lider tanımıram. Dünyanın ən böyük layihələrini gerçəkləşdirir. Məsələn, Bakıdan Türkmenistana, Qazaxstana uzanacaq körpü tikintisi haqqında düşünülür. Azturk Holding dünyada ən böyük binalardan biri olacaq 1039 metr hündürlüyündə olan binanı Bakıda tikməyə hazırlaşır. Biz hələ 39 metr hündürlüyündə bina haqqında da düşünməmişik. Azturk Holding körpü və dünyanın ən böyük binası 2. Dubay. Biz hələ bu Xruşovla, Stalinlə yaşıd olan binalardan yuxarı gedəməmişik. Siz Bakının necə gözəlləşdiyini görsəniz heyran qalarsınız. Qarabağı 44 günə alan Ali Başkomandandan bir ordudan söhbət gedir. Belə bir dövlətlə rəqabət aparsaq o da mümkün deyil. Bu bölgəyə sülhü İlham Əliyev gətirdi. Bu bölgəyə sabitliyi İlham Əliyev gətirib. Ona görə də bu bölgədə daima sülh olacaqdır. Bizə qardaş deyən dövlətlərə yox, Azərbaycana ümid eləməliyik. Deyir, uzaq qohumdansa yaxın qonşu min dəfə elədir ki, yaxşıdır. Yoldaşlar, Azərbaycan həqiqətən də sürətlə inkişaf edir. Azərbaycan dünyada sözün deyən dövlətlərdən biridir. Biz hamımız əl-ələ versək, Azərbaycan kimi bəlkə ola bilərik. Təşəkkür eləyirəm.